Salamlayıram hər birinizi yeni mövzu izahatımızdan. Bugün sizinlə birlikdə biz danışacağıq Sasanilər dövründə Azərbaycan və feodalizm dövrü. İlk öncə feodalizm dövrü ilə başlayaq danışaq. Azərbaycanda feodalizm necə meydana gəldi? Feodalizm nədir? Ümumiyyətlə bildiyimiz kimi tarixdə insanlar bir neçə cəmiyyət mərhələsindən keçiblər. Cəmiyyətin bir neçə inkişaf mərhələsi var. İbtidai icma quruluşu var, quldarlıq var, feodalizm və sonra isə kapitalizm. Biz artıq mövzu izahatlarımızı əgər ardıcıl şəkildə izləyirsinizsə, görəcəksiniz ki, artıq quldarlığı yekunlaşdırdıq, ibtidai icma quruluşunu ilk vaxtlarda danışmışdıq, artıq danışırıq nədən? Feodalizm dövründən. Baxaq, feodalizm dövründə münasibətlər necədir? Erkən orta əsrlərə daxil olduğumuzda söhbət 3-11-ci əsrlərdən gedir. Azərbaycanda feodal münasibətləri yaranmağa başlayır. Tamam. Feodalizm nədir, nə olan şeydir? Feodalizm dövründə biz bilməliyik nələri? Feod nədir? Feod torpaq mülkiyyət formasının adıdır. Şərti xidmət müqabilində hökmdar tərəfindən əyanlara və yaxud mülki işçilərə və yaxud da hərbiçilərə verilən şərti torpaq mülkiyyətinin adı adlanır feod. Tutalım, sən bir hökmdara xidmət edirsən, hökmdar sənə maaş əvəzində müəyyən bir torpaq sahəsi verir. O torpaq sahəsi sənin belə deyək ki, tamam irsi mülkün olmur. Çünki sən ona xidmət qarşılığında o torpağı əldə edirsən. Tamam. Torpağın müxtəlif növləri olacaq. Ardıcıllıqla danışacağıq. Birinci danışdıq feoddan. Feod nə oldu? Xidmət müqabilində hökmdar tərəfindən verilən torpaq. Feodun sahibi isə adlanır feodal. Yəni mülkədar. Feod mülkün adıdır, torpağın adıdır. Feodal isə mülkün sahibi, yəni mülkədardır. Artıq dövrümüzün adı, cəmiyyətin adı da feodalizm adı. Məhz buradan götürülübdür. Tamam. Feodalizm dövründə biz danışaq nələr var, nələr yox. Azərbaycan feodalizmindən, ümumiyyətlə şərq feodalizmindən biz danışacağıq və bir də biz danışacağıq qərb feodalizmindən. Bunları müqayisə edəcəyik. İlk öncə başlayaq Azərbaycanda feodalizmin yaranmasından. Azərbaycanda Albaniya və Atropatena erkən orta əsrlərə daxil olduğumuzda burada feodalizm münasibətləri yaranır. Feodal torpaq mülkiyyət forması formalaşır. Feodallar, mülkədarlarımız meydana çıxır. Artıq şərq feodalizmi ilə qərb feodalizmi arasındakı bir əsas fərqi biz vurğulamalı oluruq. Söhbət gedir nədən? Torpaqların böyük hissələrini kimə aid olmasından. Şərqlə qərb feodalizmi arasındakı əsas fərqlərdən biri odur ki, şərqdə torpaqların böyük bir hissəsi ilk vaxtlar dövlətin mülkiyyətində idi. Yəni torpaqların böyük bir hissəsinin sahibi dövlətin özü, hökmdarın özü idi. Tamam. Bəs bunun şərq ölkələri üçün xeyri nədir? Xüsusilə Albaniya üçün xeyri nədən ibarətdir? Albaniyada danışası olsaq, belə deyək ki, feodal münasibətləri yarandığı dövrdə dövlət tərəfindən torpaqların çoxunun dövlətə məxsus olması Alban dövlətinin mərkəzləşdirilməsinə və hökmdar hakimiyyətinin möhkəmlənməsinə gətirib çıxarır. Deməli, biz dedik nə? Bu dövlətin əlində olması, torpaq mülkiyyət formalarının çoxunun dövlətin əlində olması Albaniyada dövlətin mərkəzləşməsinə, dövlətin möhkəmlənməsinə kömək göstərir. Albaniyada ən çox torpağın sahibi Alban hökmdarı olub. Hökmdardan sonra onun ailəsi, ailəsindən sonra isə ikinci yerdə isə gəlirdi biz deyək Alban kilsəsi. Birinci yerdə hökmdar, ikinci yerdə onun ailəsi ən çox torpağa malikdir, üçüncü yerdə isə Alban kilsəsi. Feodalların da torpağı var idi Albaniyada. Təbii ki, feodallara da xidmət müqabilində torpaqlar paylanırdı. Bəs kəndlərin vəziyyəti necədir? Bəli, kəndlərin içərisində də bəzilərinin xırda da olsa, az da olsa torpaqları olurdu. Müəyyən qədərinin əmək aləti, belə deyək, işləmək üçün iş heyvanı filan olurdu. Tamam, bu Albaniyada feodalizmin xüsusiyyətləri. Bəs indi danışası olsaq, ümumiyyətlə şərq və qərb feodalizmi arasındakı fərqlər nələrdir? Bunları gəlin indi baxaq. Şərqdə feodalizm tez yaranıb. Eramızın 3-5-ci əsrində. Qərbdə isə feodalizm gec formalaşıb. 5-ci əsrdən sonra 5-6-cı əsrlərdir. Baxaq, şərqdə feodalizm dövründə torpaqların böyük bir hissəsi dövlət mülkiyyətində olub. Az öncə bayaqdan danışdığımız kimi. Ancaq qərbdə isə torpaqların böyük bir hissəsi feodalların mülkiyyətində olurdu. Torpaqların ən çox sahibi feodallar olurdu, dövlət yox. Tamam, baxaq. Şərqdə feodallar necə həyat tərz sürürlər? Şərqdə feodal torpaq əldə elədi dövlətdən xidmət müqabilində. Neynir? Həmən torpaqdakı kəndlərdən aldığı vergi ilə dolanmağa çalışır.
Həmən kəndlilər şərqdə feodaldan asılı olmurlar. Sadəcə olaraq onun ərazisində yaşadıkları üçün müəyyən qədər vergi ödəyirlər. Bəs qərbdə necədir bu vəziyyət? Qərbdə vergi ödənməsi məsələsi necədir? Qərbdə feodal kəndlinin üzərində tam hakimiyyətə malikdir. Feodalın öz malikanəsi var, öz torpağı var. Tutalım, bir kəndə malikdir. Malikanəsi bir kənddən ibarətdir. Kənd tamamilə feodalın mülkiyyətindədir. Kənddə olan bütün qayda qanun, bütün idarə etmə, vergi sistemi, məhkəmə sistemi hamısı feodalın özündən asılıdır. Deməli, qərbdə feodalın səlahiyyətləri daha genişdir. Məhkəmə, vergi, idarə etmə, kəndlilər hər cürə feodaldan asılıdır. Həm torpağa görə asılıdır, həm şəxsən asılıdır. Belə deyək, həm iqtisadi səbəbdən, yəni torpaq, vergi məsələsinə görə, həm şəxsən feodalın icazəsi olmadan qərbdə hər hansısa bir kəndli köçüb başqa bir yerə gedə bilməz. Çünki o tamamilə feodalın mülküdür. Şərqdə isə belə deyil. Şərqdə bizim kəndlərin feodaldan şəxsən asılılığı olmuyor. Sadəcə vergi ödəyirdilər və salam bu qədər. Tamam. Davam edək. Üzr istəyirəm, səs gələ bilər. Tamam. Davam edək, danışaq. Biz nə haqqında danışırdıq? Deməli, şərq və qərb feodalizmi arasındakı fərqlərimizi artıq vurğuladıq, bildik. Oxşarlıqlar nədir? Hər ikisində kəndlilər vergi ödəyir. Vergilər əsasən məhsulla ödənilir. Danışacağıq indi natural təsərrüfatdan, natural verginin nə olduğundan. Və həmçinin hər ikisində də kəndlilər müəyyən mükəlləfiyyətlər daşıyır. Yəni məcburi əmək. Mükəlləfiyyət məcburi əmək deməkdir. Hər hansı bir işi məcburi şəkildə görmək. Feodalizm dövründə vergi və mükəlləfiyyət dövlətin təməli idi. Vergi nə idi? Dövləti saxlayır, dövlətə pul, vəsait gətirib çıxarır. Mükəlləfiyyət nədir? Mükəlləfiyyət vasitəsilə isə dövlət istədiyi hər hansısa mükəlləfiyyət vasitəsilə isə kəndlinin hər tərəfli istifadə edə bilir. Tutalım, şəhər düzəldilməlidir və yaxud yol salınmalıdır, qala tikilməlidir, müdafiə səddi tikilməlidir. Bunun üçün pulsuz şəkildə kəndlini məcburi işə çağırırdı. Məcburi iş mükəlləfiyyət deməkdir. Mükəlləfiyyət sözünün mənası ilə məcburi iş deməkdir. Yadda saxladıq. Tamam. Deməli, hər iki şərq və qərb feodalizmi üçün ortaq cəhət, hər ikisində mükəlləfiyyət, hər ikisində məhsuldan vergi ödənilməsi var idi. Tamam. Davam edək. Baxaq bu dövrdə kəndlərin başına nə iş gəlir? Kəndlər necə yaşayır? Kəndlərin həyat tərzi necədir? Dediyimiz kimi, şərqdə feodaldan kəndlərimiz asılı deyil. Yəni biz Azərbaycan tarixindən danışırıqsa, hal-hazırda bizim kəndlilər şəxsən asılı deyillər. Sadəcə olaraq vergi ödəməlidirlər. Əgər ki, kəndlinin ərazisi hansı feodalın mülkünə yaxındırsa, həmin feodala da kəndli vergi ödəyir. Kəndli əsasən iki yerə vergi ödəyir. Bir, dövlətə, ikincisi feodala. Bəs vergini necə ödəyir? İlk vaxtlar natural təsərrüfat deyilən bir şey var idi. Natural təsərrüfat nədir? Kəndlər əkib becərir, müəyyən bir məhsul əldə edir. Məhsulun bir hissəsini tutalım, məhsulun 1/3-ni vergi olaraq ödəyir feodala. Buna deyirik biz, belə deyək, məhsuldan vergi ödənilməsi üsulu. Yəni natural təsərrüfat. Natural təsərrüfatın bir digər açıqlaması da odur ki, özünü saxlayırsan. Belə deyək ki, feodalın mülkündə feodal artıq kənardan hər hansı bir şey alıb gətirmir, başqa bir ölkə ilə ticarət əlaqəsi saxlamır. Artıq neynir? Birbaşa özü öz malikanəsi ətrafında yaşayan kəndlilərdən məhsul əldə edir, vergi olaraq məhsulu toparlayır və həmin məhsulla da həyatını, güzəranını yaşayır. Bu olur nə? Natural təsərrüfat. Natural təsərrüfatda bazar iqtisadiyyatı, yəni alış-veriş, satmaq, almaq deyilən bir şey yoxdur. Yəni burada pul rol oynamır. Burada nədir əsas məsələ? Məhsulu əldə elədi kəndli, məhsulun müəyyən bir hissəsini verir feodala və bununla da dövran davam edir. Bu oldu natural təsərrüfat, natural vergi. Tamam. Bəs kəndlərin indi gələk güzəranı haqqında danışaq. Bunlar vergi ödəyirlər, mükəlləfiyyət daşıyırlar. Bəs biz Albaniyada feodal münasibətlərin xüsusiyyətlərini sadalayanda dedik ki, hətta bizim kəndlərimizin bir cəhətdən üstünlüyü var ki, müəyyən qədərinin torpağı var. Erkən orta əsrlərə daxil olduğumuzda Azərbaycanda kəndlər iki qismə ayrıldı. Kəndlər arasında böyük bir uçurum yarandı. Sosial bərabərsizlik. Kəndlərin bir hissəsi varlandılar, bir hissəsi isə təmiz kasıbladılar. Kasıblayan kəndlilər torpaqlarını satdılar və torpaqsızlaşdılar. Artıq heç bir mülkləri yoxdur. Sadəcə işçi qüvvəsidirlər.
Digər hissəsi ilə varlıq kəndlər isə qəşəng məhsul əldə elədilər torpaqdan, vergiləri vaxtında ödədilər və yavaş-yavaş həmən kasıblayan kəndlərin torpaqlarını satın alaraq öz mülklərini genişləndirdilər və xırda torpaq sahibinə çevrildilər. Deməli, feodalizm dövründə kəndlər sosial bərabərsizlik yarandı. Kəndlərin içərisində iki qrupa bölündülər: varlı və kasıblar. Kasıb kəndlər tamamilə torpaqsızlaşdı. Varlı kəndlər deyildikdə isə ağlımıza gəlməlidir xırda torpaq sahibləri. Bunlar. Tamam. Danışaq mülkiyyət formalarımızdan, kəndlər haqqında demək olar ki, artıq danışdıq. İndi isə keçək torpaq mülkiyyət formalarımız. Sasanilər dövründə Azərbaycanda hansı torpaq mülkiyyət formaları olub, hansı adlı vergilər olub? Sadalayaq. Birinci sadalayaq biz burada nələri? Xostak və Dastakert. Nədir bunlar? Bunlar bizim torpaqlarımızın adlarıdır. Sasani dövlət dövründə meydana gəlib, feodalizm dövründə. Nədir? İndi izah edək. Ümumiyyətlə, feodalizm dövründə torpaq iki formada olur. Bir, irsi, iki, belə deyək, şərti. İrsi nədir, şərti nədir? İrsi torpaq mülkiyyəti odur ki, onun sahibi atadan oğula, oğuldan digər nəvəyə, belə-belə nəsildən nəsilə torpağı ötürə bilirsən. Yəni, torpaq sənin öz şəxsi mülkündür. Ancaq biz deyək ki, şərti torpaq nədir? Şərti torpaq isə odur ki, sən müəyyən bir xidmət qarşılığında, tutalım, əsgərsən, dövlətə xidmət edirsən, xidmət qarşılığında maaş əvəzi sənə torpaq verilir. Bu torpaq sənin mülkiyyətin deyil. Dövlət sənə bunu şərt kəsib verir. Şərt nədir? Xidmət elə, torpaq səndə qalsın. Xidməti nə zaman yekunlaşdırdın, torpağı mən səndən alacağım. İndi baxaq. Feodalizm dövründə, Sasanilər dövlət dövründə Azərbaycanda torpaqlar neçə cürə? Bir var Xostak, bir var Dastakert. Birinci Dastakertdən danışaq qısa. Dastakert irsi torpaqların adıdır. İrsi torpaqlarımıza nə deyirlər? Dastakert. Deməli, Dastakertin sahibi olan feodal nə deyib? Torpağın üzərində mülkiyyət hüququna malikdir. Bunu istəsə ala da bilər, sata da bilər, alqı-satqısını apara bilər, istəsə ürəyi kimi istəyir, hədiyyə də verə bilər. Çünki üzərində nədir? Tam mülkiyyət hüququna malikdir. Dastakert irsi torpaqdır. Sasani dövlət dövründə yaranıb və mövcud olub. Xostak nədir? Biz Xosrov və Nüşirvanın islahatlarından danışacağıq Sasanilər dövləti dövründə. Xosrov və Nüşirvan görün nə edib? Belə deyək ki, torpaq islahatı həyata keçirib. Torpaq islahatına görə boş qalmış torpaqlardan yeni torpaq növü yaradıb. Adını da qoyub elə öz adı ilə bağlıdır. Xosrovun adı ilə bağlıdır. Xostak. Xostak nədir? Boş qalmış torpaqlardan səmərəli istifadə etmək üçün onları xırda hissələrə bölür və xidmət müqabilində onu bağışlayır öz məmurlarına və yaxud hərbi xidmət göstərənlərə və yaxud hər hansı dövlət məmuru, mülki xidmət göstərən şəxslərə xidmət müqabilində şərti olaraq verir. Şərt kəsir, mənə xidmət edirsən, xidmətin qarşılığında torpaq sənindir. Amma xidmət elədiyin müddətcə. Xidmətin qurtardı, yekunlaşdı. Torpağı mən səndən geri aldım. Deməli, Xostak nə idi? Şərti torpaq mülkiyyət forması idi. Sasanilər dövləti dövründə yaranıb. Bəs Xostak hansı Sasani hökmdarı tərəfindən yaradılıb? Yadda saxlayaq Xosrov və Nüşirvan. Xosrov və Nüşirvan Xostakı necə yaradıb? Torpaq islahatı nəticəsində. Torpaq islahatında nə deyilirdi? Boş qalmış torpaqlar hesabına yeni torpaq mülkiyyət forması yaradılır. Xostak. Və bu şərti xidmət müqabilində. Şərt kəsilir, xidmət qarşılığında verilirdi işçilərə. Belə deyək ki, hərbiçilərə, dövlət məmurlarına, hətta Sasanilər dövlət dövründə biz danışacağıq. İkinci mövzu izahatımızda Sasanilərdən daha geniş danışacağıq. Orada vurğulayacağıq ki, hökmdardan sonra ikinci şəxs kimdir? Zərdüş kahinləri. Həmən Zərdüş kahinlərinə belə Xostak torpaqları paylanılırdı dini xidmətlərinə görə. Yadda saxlayaq. Tamam. Xostak bildik, şərti torpaqdır. Xosrov və Nüşirvanın dövründə meydana gəlib. Dastakert ilə Sasanilərin yaranması ilə yaranıb irsi torpaq mülkiyyət forması. Torpaqlarımızı tanıdıq. İndi bir də bir torpaq adından çəkin. Bu kitabımızda keçir, ancaq torpaq mülkiyyət formalarının içərisində demir. İcma torpaqları. Nədir icma torpağı? İcma bildiyimiz kimi sözün mənası nədir? Cəmiyyət, yəni toplum deməkdir. İcma kəndlilərin ümumi istifadəsində olan torpaqlara verilən addır. Kəndlərin ümumi istifadəsindədir, şəxsi torpaq sahəsi deyil. Tutalım, bir kəndin neçə hektar, tutalım, məsəl üçün də artıran bir
50 hektar torpağı var, balaca bir kənddə 50 hektar torpağı var. Və 50 hektar torpaq kimisə şəxsi mülkü deyil, icma torpaqdır. Yəni bütün kəndlərin mülkiyyətindədir. Kəndlər öz aralarında sahələri bölüşdürürlər və orada əkin-biçin işi aparırlar. Daha sonra aldıqları məhsuldan həm feodala, həm dövlətə vergi ödəyirlər. Torpağın sahibi heç kəs, dövlətdir. Torpağın sahibi dövlətdir. Dövlət kəndlərin ümumi mülkiyyətinə verib. Ümumi istifadəsinə belə daha doğrusu deyil. Kəndlər icma şəklində, ümumi şəkildə bundan istifadə eləsinlər deyə dövlət tərəfindən kəndlərə verilir. Tamam. Bəs icma torpaqlarının gələcəyi necə olur? Gələcəkdə biz danışırıq ki, feodallar artıq gücləndikcə 5-6-cı əsrlərdə artıq feodalizm münasibətləri yadda saxlayın. 5-6-cı əsrlərdə feodalizm münasibətləri həm Albaniya, həm Atropatenada daha da möhkəmlənir, tam şəkildə qüvvətlənir və artıq 5-6-cı əsrdən başlayaraq belə deyək ki, icma torpaqlarını feodallar öz əllərinə keçirməyə başlayır. Əvvəllər şərti torpaq mülkiyyəti olanlar var, xostaklar. Xostaklar belə başlayır irsən keçməyə. Çünki artıq feodal güclənir və artıq irsi torpaq mülkiyyət formasına çevirir əlindəkini və yaxud digər torpaqlara göz qoyur. Öz torpaqlarını, mülklərini genişlətməyə başlayır. Deməli, Albaniya və Atropatenada feodal münasibətlər tam şəkildə nə zaman formalaşıb möhkəmlənib? 5-6-cı əsrlərdə. 3-cü əsrdə yaranmağa başlayıb. Torpaqların böyük hissəsinin sahibi ilk vaxtlar dövlət idi. Ancaq zaman keçir və 5-6-cı əsrlərdə feodal münasibətlər tam möhkəmlənir və bu dövrdən artıq torpağın, belə deyək ki, böyük bir hissəsini yavaş-yavaş başlayır feodallar ələ keçirməyə. İcma torpaqlarının ərazisini mənimsəyir feodallar. Feodallar özlərinə verilən xostak torpaqlarını, yəni şərti torpaqları irsən keçirməyə başlayır. Biz deyəcəyik, vilayət hakimləri haqqında danışacağıq Sasanilər dövlət dövründə. Vilayət hakimləri öz vəzifələrini, yəni hakim olduğu əyalətlərin idarəsini irsən ötürməyə başlayırlar. Vilayət hakimi vəzifəsi, yəni bu torpaqların idarəsi artıq irsən ötməyə başlayır. Vilayət hakimi necə idarə edirdi ki, əyaləti? Hökmdar onu götürürdü, bura qoyurdu, xidmət müqabilində deyirdi, bu əyalət sənindir. Və xidməti bitəndən sonra yerinə başqa adam qoyurdu ora. Düzdür, torpaq həmən vilayət hakimlərində qalmırdı ki, əvvəlkinin. Onun əlindən alınırdı vaxt keçəndən sonra. Xidmət qutardı, torpaq geri alınırdı. Ancaq 5-6-cı yüzillikdə artıq şərti torpaq mülkiyyəti sıxışdırılır və yerinə nə yaranır? Şərti torpaqlarda artıq yavaş-yavaş irsən keçməyə başlayır. Bunu da vurğuladıq. Gələk vergilərə. Hansı vergilərimiz var Sasanilər dövründə? Gezid, xaraq. Qısaca birinci geziddən danışaq. Gezid nədir? Can vergisidir. Əhalinin sayına görə can vergisi alınırdı. Gezid vergisi. Tutalım, bir evdə 5 nəfər yaşayır. Yetkinlik yaşına çatıbsa 5 nəfərdə. İndi yetkinlik yaşı orta əsrlərdə necə müəyyənləşdirilirlərsə, tutalım 16 yaş ola bilər, yetkinlik dövrü sayılır, ola bilər 18. O fərqlidir. Əsas məsələ, yetkinlik yaşına çatmış hər bir şəxs can vergisi ödəməlidir. Müəyyən qədər pul. Xosrovun vergi saatını indi burada vurğulayaq. Xosrov Ənişiravan hakimiyyətə gələndən sonra vergi saatında yeniliklər edir. Vergiləri qayda qanuna, nizama salmaq istəyir və nizama da salır. Nə edir? Gezid vergisi var, can vergisi. Qocalar, uşaqlar, qadınlar, belə deyək, kahinlər, məmurlar, bunlar gezid vergisindən azad olunurlar. Can vergisini artıq bunlar ödəməyəcəklər. Bu onlar üçün bir güzəştdir. Qocalar, qadınlar, uşaqlar, məmurlar, kahinlər. Tamam, bunu da vurğuladıq. Gələk indi isə danışaq. Nədən? Xaraq. Xaraq nədir? Xaraq torpaq vergisinin adıdır. Torpaq vergisi nə adlanır? Xaraq adlanır. Xaraq haqqında nə bilirik? Belə deyək. Əvvəllər Sasanilərdə belə bir qayda var idi. Vergi, yəni torpaqdan alınan vergi, məhsulun həcminə görə alınırdı. İlk Sasan hökmdarları dövründə vergini məhsula görə alırdılar. Məhsul çoxdursa, həmən məhsula uyğun vergi alınırdı. Tutalım 100 kilo məhsul var idi. Məsəl üçün 30 kilosu vergi kimi alınırdı. Ancaq bu qayda qanun düzgün işləmirdi. Niyə? Çünki bundan sui-istifadə edən məmurlar vaxtında gəlib, məsəl üçün əkin sahəsində nə qədər kəndli məhsul əldə edib, onu ölçmürdülər. Vaxtında ölçmürdülər və əkin sahələrindəki o məhsullar qalıb xarab olurdu. Və kəndli burada nə edirdi? Ziyana gedirdi. Və bu məhsul vergisi heç cürə xeyr eləmirdi kəndliyə. Bu tipdə verginin alınması. Deməli, əvvəllər vergi necə alınıb? Məhsulun həcminə görə alınıb. Daha sonra, elə götürək biz Xosrov Ənişiravanın vaxtından
Vergi artıq torpağın sahəsinə görə alınmağa başlayır. Torpağın ərazisi nə qədərsə, vergi də o qədər. Bəs deyə bilərsiniz, bu ədalətsiz olaraq torpağın ölçüsünə görə torpağı böyükdür. Ancaq məsəl üçün quraqlıq oldu, daha az məhsul əldə elədi kəndli. Onda necə olacaq? Bunu fikirləşiblər Sasani hökmdarları və belə bir qərar da imzalayıblar ki, tutalım, əgər ki quraqlıq oldu, hər hansı bir təbii xəstəliklərə məruz qaldı əkin sahələrin, o zaman sənin üçün şərait yaradıram, vergində sənə müəyyən qədər güzəşt eləyirəm. Deməli, artıq Xosrov Əli-Şirvanın dövründən həm də vurğulayaq ki, vergi necə alınacaq? Torpağın ölçüsünə görə. Əvvəl məhsuldan alınırdı, ilk Sasanilər dövründə məhsulun həcminə görə vergi müəyyənləşirdi. Vergimiz nə adlanır? Torpaq vergisi xaraq adlanır. Ancaq Xosrov Əli-Şirvanın dövründən məhsula görə yox, torpağın sahəsinə görə vergi hesablanır və müəyyən güzəştlər də olunurdu. Xəstəlik yayılarsa, quraqlıq falan olarsa. Xaraq haqqında danışdıq, gezit haqqında danışdıq, vergilər dedik, mükəlləfiyyətləri dedik. Burada Ərdəşir Babəkanın bir sözünü də vurğulayaq, yeri gəlmişkən. Ərdəşir Babəkan Sasani dövlətinin ilk hökmdarıdır. Gələn mövzumuzda Sasanilər haqqında başlayacaq danışmağa. Ərdəşir Babəkanın bir sözü var. Deyir ki, əgər bir dövlətin əsas gəlir mənbəyi vergidir. Vergi dövlətin təməldir. Ancaq onu necə yığmaq lazımdır? Ədalətlə. Bu kimin sözü oldu? Ərdəşir Babəkan. Yadda saxlayaq, Sasani dövlətinin birinci hökmdarı. Deyir, vergi dövlətin təməlidir və onu ədalətlə yığmaq lazımdır. Tamam. Bunu da vurğuladığımıza görə biz başlayaq artıq. Neyək? Feodalizm dövrünü yekunlaşdıraq və indi inşallah ikinci videomuzda, bu video birinci hissədir. Azərbaycan feodalizm Sasanilərin hakimiyyət dövründə mövzusudur. Birinci hissə feodalizm tam izahından ibarət oldu. İkinci hissədə isə Sasanilərin hakimiyyət dövründə Azərbaycandan danışacağıq. İkinci mövzu izahatında görüşənə qədər sağ olun, salamat.